Selamünaleyküm. Böyle bir generator düzelttik. 30 kW, 300 dövriye, 3 faza. Yani bu generatoru, bu çubuğun hissəsini, bu demir çubuğun hissəsini ləğv eləməklə, demir çubuğun hissəsini ləğv eləyib buralara trubka sala bilərəm. Yəni zakaz olsa külək pərlərinə 30 kW, 50 kW külək pərləri üçün yəni bu generatorlardan yığa bilərik. Və yaxud əgər külək pərlərində maqnitli generatorlar xarab olubsa da biz onları da təmir edib təzədən lazım olan qaydada özlərinə qaytara bilərik. İndi laqondan çək. Stansiyalar var ki, bəlkə mən özüm tanıdığım stansiyalar var. Bəlkə 20-dən çox stansiya var ki, paslı vəziyyətdə qalır. Generator alıb, yəni stansiyalarınızı işlədə bilərsiniz. Paslanmasın, yəni generator, stansiyalarınız. Alın işlədin. Sağ olun, bu qədər.